Bugün mən Beyləqan rayondayım. Beyləqan rayonunda evladlarımız evcisin. vətən yolunda şəhid olublar. 33 yaşına qeyd edir. Cənnətdə mövludun mübarizəsini deyirəm ona. Əldə edilən Allah şad uğurlar eləsin. Yeni 5 eləsin. Bugün özümə bir boş bildim. Bugün gürur hissi ilə fəxrlə qardaşımız bütün millət ruh yüksəlliyi hiss etdi. Şəhid olan ananın yanına gəlməyə özümə bir evladlarımız Azərbaycan xalqının qəlbində Allah cənnətdə mövludun mübarizəsini, dəyişimlə mövludun mübarizə olsun. Özümə bir hoş gelir. Şəhid kızı Quladerin şəkilim böyüdür. Həmin qaydada anaya təqdim edirəm, anaya getmişəm. Ana, Allah sənin balaya rəhmət etsin, ruh şad olsun. Allah 25 eləsin, sizi var eləsin. Allah Taala hər zaman sizin kimi analara dəyməsin. Neynəmək olar ki, cənnətdə mövluddur bugün evsiz qardaşımıza. Sizin üçün ağır işçidir. Amma Allah Taala elə bir ki, sizin kimi insanları bu dünyada analar, bütün insanlara dərk edir. Göstərir ki, baxın ki, belə gözəl mələk analarımız var. Mən şadam ki, sizin kimi gözəl analar tanıdım, analar özümə gəldim. Var olasınız deyirəm. Allah sizə dəyməsin. Çox sağ olun. Var olun. Geçəyimsiz, uzaq yol gəlmişsiniz. Allah sizi var eləsin. Hər yerdə şəhidlərimizi tanıdırsınız. Polat balamızın evimizə ziyarət elədik. Çox gözəl müzey yaratmışsınız. Bütün şəhidlərimizin şəkil ordadır. Allah sizi var eləsin. Allah sizdən razı olsun. Çox sağ olun. Uzaq, yaxın fərqi yoxdur. Ana, mənim üçün, qadın ala. Çox sağ olun. Çox hoşumuza gəldi. Çox ürəyimizə yatdı. Oradan da çox gözəl bir tədbir elədiniz. İştirak elədiniz. Sağ ol, var. Mən yox, əziyyət yoxdur. Mənim üçün xoşdur. İnanın ki, mən həmişə gözümüz üstə yerimiz. İnanın ki, mənim üçün böyük qoyulur ki, sizin kimi analarınız özümə getmək. Mənim üçün yorluq yoxdur, ən gözəl nə oldu. Allah sizə gəlməsin. Çox sağ olun. Bugün Beyləqan şəhərindəyəm. Beyləqan şəhərində gəldik. Şəhidin evcimizin cənnətlərlə qoyulsun. Dəyişməyə qoyulsun. Allah onun cənnətlərlə qoyulsun. Allah sənin bana rəhmət etsin. Bugün üçüncü tədbirimdir. Yana bir şey gəldik. Allah sizə səbir versin. Allah sizə dəyməsin. Bugünkü gündə də şəhid ifadəli ilə şəhid qardaşımız eləyir. Şəhidin çıxarıb sizə gətirib, sizin evinizə təqdim edirəm. Allah sənin bala rəhmət etsin, səbir versin. Allah sizə dəyməsin. Allah sizə dəyməsin. Allah sizə hər zaman gözəl günlərdə nəsib eləsin. Sizin üçün analar tanımaq, sizin üçün anaların yanında olmaq mənim üçün bir var olasınız.